Onların rifahının yaxşılaşdırılması istiqamətində bugünə qədər şəhid ailələri və müharibə əlilliyi olan 16 min nəfər evlə təmin olunub. Açıqlanan rəqəmlər təkcə bunlar deyil. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan 16 min nəfər evlə təmin olunub. Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib ki, postmüharibə dövründə isə bu say 7 min olub. Mənzil təminatı şəhid ailələrini və müharibə ilə əlaqədar əlilliyi olan şəxsləri əhatə edir. Bundan başqa müharibə ilə əlaqədar əlilliyi olan şəxslər agentlik tərəfindən avtomobillərlə təmin olunur. Bu dövr ərzində ümumiyyətlə 7700-dən çox şəxs avtomobillərlə təmin olunmuşdur ki, onlardan 567 nəfəri post-müharibə dövründə avtomobillə təmin olunmuşdur. Ölkədə evdə səyyar sosial xidmət göstərilən şəxslərin sayı da açıqlanıb. Bu rəqəm 2025-ci il üzrə 3888 nəfər təşkil edir. Ötən il ərzində 2969 nəfər qadın, 919 nəfər kişi olmaqla ümumilikdə 3888 nəfərə evdə sosial məişət xidməti göstərilmişdir. Xidmət göstərilən vətəndaşlardan 3595 nəfər ahıl şəxs, 293 nəfər isə yaşı 70-dən aşağı olan şəxslərdir. Ötən il Suriya, Rusiya və Fələstindən 37 azərbaycanlının ölkəyə repatriasiyası həyata keçirilib. Bu il 240 valideyn himayəsindən məhrum olmuş uşağın müəssisələrdən ailə himayəsinə qaytarılması nəzərdə tutulur. Valideyn himayəsindən məhrum olmuş 50 uşağın himayədar ailəyə yerləşdirilməsi nəzərdə tutulmuşub. Eyni zamanda 2026-cı ildə daha 165 uşağın övladlığa verilməsi planlaşdırılır. Yaxın vaxtlarda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin ailələrinə və Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə də 2026-cı il üzrə mənzillərin verilməsi prosesinə başlanılacaq. Günəş Rzayev, Əfqan Bayramov, Fidan Səfər, Space xəbər.